Yeyə verəməyəcəksən. Düyü. Hə? Valla bilmirəm, məsələ sarı düyüdür. Demək dostlar, bu düyü. Kim çəkəcəksə çəksin. Gördüyünüz kimi qarışdırır. Düyü ayrıdır. Və bura tökülük yox. Hər kəsin bəyəndiyi yoxdur. Gəl. Gəlin. Hazırlaşın, ilk haqqında danışırsın. Yoğdu tökdük. Bakın gördünüz mü? Şimdi bunu karıştırdık. Su oldu qapqara. Bakın düyü də eyniyle qapqara. Fikirləşin ki, siz nəsə yeyirsiniz, içirsiniz, istifadə edirsiniz, dərman içirsiniz, hava udursuz, fərqi yoxdur. Sizin damarlarınızdır, mədə bağırsağınızdır. Bütün hamısı başlayır bu şəkildə kəsləşmə, qaralma. İndi bunun çox sadə bir yolu var. Bu gördüyümüz ikan məhsulu, kinastem artışına hazırlanmış məhsuldur. Və bunu biz deyirik. Burada gördüyümüz kapsullar var, 4 dənə kapsul var. Və biz bu kapsulları asıb tökəcəyik bunun içərisində. Bu bir. Qeyd edim ki, kapsullar nişastadır. Əgər istifadə edən vaxtı onu da içə bilərsiniz. Bu iki. Biz dozasını çox edirik bəzən işləmir. Bu üç. Hər yaş üçün məhsulların istifadə qaydaları var. Kataloglardan oxuyarsınız. Bu da 4. Və başlayacaq bunu qarışdırmalı. Suyumuz. Hə? Anası. Baxın dostlar. Su ağarmaq ilə yanaşı eyni zamanda başladı düyünü də eləməyə. Suyumuz biraz soyuq olduğu üçün tam əldə olmalı. Ona görə çalışın məhsullar istifadə edən vaxtı ilir sudan istifadə edirsiniz. İlir sudan mütəqsiz. Baxın. Bayaq gördüyünüz su qapqaraydı. Gördünüz. İndi həmin su oldu nə? Ağ. Eyni zamanda həmin düyüdə. Bayaq saldığımız sarı düyü. İndi siz təkrar bunun üstlərini yod töksəz, yodumuzda da biraz belə. İndi görək yod qarışacaq, yoxsa yod elə əvvəl kimi qara qalacaq. İndi gəlin bunu təkrar qarışdır. Baxın dostlar, yod artıq həll olmalı. Yəni yod qalmalı suyun içərisində. Siz bura nə qədər yod töksəz də belə, eyni ilə yod bu şəkildə olur. Suyunuz bu şəkildə olacaq. Düşmən təslim olur. Məsələ nədir? Məsələ ondan ibarət ki, bugün bəzi insanlar deyir ki, sizin məhsullar tutalım ki, çay istifadə edirəm və yaxud da hansısa bir məhsul istifadə edirəm. Həmin məhsul həqiqətənmi mənim bədənimdə bu problemlərim aradan qaldıracaq və yaxud da ki, onun ömrü nə qədər olacaq sizin bədəninizdə? Bugün içdiyiniz hansısa bir təmizləmə proqramında olan məhsul, istər çay için, istər xitazan için, istər pikan için, istər xalikan için, fərqi yox. Bunlar insan bədənində asıllıq yaratmada daha uzun ömürlü qalır. Bugün biz bunun sadə bir təcrübəsi ikan üzərindən aparırıq. Və sabah siz bunu xitazan üzərindən apara bilərsiniz. Siz bunu çay üzərindən apara bilərsiniz. Bizim məhsulların funksiyası ondan ibarət ki, insan bədəni köklü şəkildə təmizlənir. Siz fikirləşin ki, bədəninizdə təmizləmə funksiyası aparmadan hansısa bir məhsulu içirsiniz. Misal, sink içirsiniz, misal, kalsiyum içirsiniz, spirulina içirsiniz və ya. Fikirləşin ki, evinizdə elə bir divar aboy vurmalısınız. Divarında köhnə divar. Və siz bu divarı təmizləmədən, köhnə divarın üstünə aboy vurursunuz. Və müəyyən bir dövrdən sonra həmin aboy nə edəcək? Başlayacaq şişmək, yəni tökülmək. İnsan orqanizmində elə, əgər siz mədə bağırsağınızı təmizləmədən, qan damar sisteminizi təmizləmədən, ora hansısa bir bərpa edici və tamamlayıcı məhsul istifadə etsəniz, effekti istədiyiniz kimi olmayacaq. Onun üçün də biz bəzən məhsullarımızı verəndə birinci mütləq şəkildə təmizləmə proqramı veririk. Təmizləmə proqramında olan bütün məhsulları insanlara məsləhət görə bilərsiniz. Amma adamın hansı problemi daha çox ciddidirsə
Və verəndə də çalışın məhsullar yanaşı verin. Misal, bəli, misal, çayla pitazanı verin yanaşı, əgər adamın probleminə uyğun və ya da çayla xalikanı verin yanaşı. Yəni, bunun üçün lazım ki, birinci, insan orqanizmi tam təmizləyəsiniz. Əgər adamın mədəniyyət problemi varsa, ona pitazan məsləhət görün. Əgər adamın təzyiq, oynaq və digər problemləri varsa, ona çay məsləhət görün. Əgər adamın qandamar problemi varsa, ona xalikan məsləhət görün. Adam stresi var, əsəbidir, nevrozdur, panik atakdır, yuxu problemi varsa, ona İKAM məsləhət görün. Veykan məsləhət görə bilərsiniz insanlara, Veykan tərkibi çox güclüdür, yer vitaminidir, sonra tərkibində buğda düzəltsin, yağı vardır. Yəni bu şəkildə insanlara məhsulları təqdim edə bilərsiniz. Mən bu cür təcrübəni özüm şəxsən keçirmək istəyirdim deyə keçirdim sizin üçün və hesab edirəm ki, siz bu şəkildə insanlara daha rahat şəkildə məlumat verə bilərsiniz. Yəni bunu keçirməkdə məqsədim odur ki, siz başa düşəsiniz ki, bizim verdiyimiz məhsullar insanlar bədənində hansı proseslərdən keçirilir və siz bunu rahat şəkildə insanlara təqdim edə bilirsiniz.